Xaricilərə ərə gedən Qazax qızları vətəndaşlıqdan məhrum edilsin. Bunu Astanada etirazçılar tələb eləyir. Etirazlara səbəb isə Gimeney Evlilik Agentliyinin elanlarıdır. Agentlik 18 yaşdan 40 yaşa dək qadınları imkanlı Çinlilərlə tanış olmağa dəvət eləyir. Ancaq bəziləri burada Qazax xalqı üçün potensial təhlükə görür. Ketimcisi azamətdən ayrılsın. Onların uzun müddətli planları var. Qazax qızla evlənəcək, sonra vətəndaşlığa iddialı olacaq. Onların uşağı da Qazaxstan vətəndaşlığı istəyəcək. Burada ölkənin suverenliyinə təhlükə var. Bundan başqa bizim qızların hamısı çıxıb xaricilərə ərə getsə, bu ölkədə kim qalacaq? Onsuz da Qazaxları azdır. Gimeney Agentliyinin rəhbəri Tatyana Lagviyenko isə deyir ki, yerli qadınlar daha çox yerlilərə ərə getmək istəyirlər. Qızlar, qadınlar gəlib deyəndə ki, ərə getmək istəyirlər, ancaq ərə getməyə heç kimi tapmırlar. Onda biz fəaliyyətimizi xarici ölkələrə genişləndirmək qərarına gəldik. Biz təkcə Çinlə işləmirik, həm də Qərbi Avropa ilə işləyirik. Onun sözlərinə görə subay olan 10 Çinli bəxtini Qazaxstanda sınamaq qərarına gəlib. Onların Avropa təhsili var, imkanlıdırlar, bir neçə dil bilirlər, yarısı Çin vətəndaşı deyil. Hazırda Qazaxstanda 18-35 yaş arasında bir subay kişiyə 2 subay qadın düşür. Son 6 ildə 1.300.000 nigah bağlanıb. Onlardan 54.000-i xaricilərləndir. Bunlardan da 700-ü Çinlilərlə nigahların payına düşür.